Allah'ın salamı olsun dostlar. Özümüzə Qaxrayon Qaşqaça kəndinə gəlmişik. Burada 94-96 şəhidlərimiz var. Allah hamısının məqamını uca eləsin. Şəhidlərimizin məzarları baxımsız vəziyyətdədir. Xahiş edirəm aidiyyət orqanlardan bu şəhidlərimizin məzarlarına bir baxılsın, bir əl gəzdirilsin. Bu şəhidlərin məzarı belə olmalı deyil. Artıq dağılıb tökülüb şəhidlərimizin məzarı baxımsız vəziyyətdədir. İmkan dairəsində görün, kənd cəmiyyəti mi, bələdiyyəsi mi, icrası mı, bacardığınız qədər nə bilim bir məlumat verin. Dağılıb tökülür şəhidin, artıq bu dəmirlər də görsənir. Bunu şəhidlərin bu məzarın qara mərmərdən bayraq ucalsın şəhidlərin məzarının üstündə. Yəni şəhidlərimizə gəlin dəyər verəyin, hörmət eləyəyin. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, yerini cənnət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah şəhid yaxınlarına, əzizlərinə səbir dözüm versin. Biz özümüz bir-birimizə, şəhidlərimizə hörmət eləməliyik, hörmət qoymalıyıq. Diqqətinizə görə çox sağ olun. Allah razı olsun. Şəhidlərin məzarı baxımsız vəziyyətdədir. İnşallah bir tədbir görürlər.